Ey hörmətli yazıcı, romanını bitirdinsə, ölə bilərsən. Nə qədər qəribə ifadədir bir yazıçıya deyiləcək, elə deyil. Amma bunu mən demirəm, bunu filosof Roland Barthes deyir. Roland Barthes'a görə sənətçi bir əsəri yaratdığı anda özü həmin əsər üçün ölməlidir ki, əsər yaşasın. Barthes deyir, əsərin mənası özü də heç yazıcıdan gəlmir. Sözlər özləri danışır və oxucu öz təxəyyülünə uyğun olaraq əsəri idrak edir. Ümumiyyətlə, strukturalistlər dil sistemlərini müstəqil danışa bilən işarə kimi gördükləri halda, Barthes, Foucault və Derrida kimi poststrukturalistlər mənanın çox da sabit olmadığını bildirirdilər. Məna yazıcıdan gəlmir, məna sözlərin özündən axır. Yazıcı öldü, yaşasın oxucu. Bəs yazıcı bu zaman hansı rol oynayır? Bu sualı Foucault da verirdi. Ona görə yazıcı əslində universal deyil. Çünki bir çox dünya adət-ənənələrində, məsələn, mif və əfsanələrdə müəlliflik o qədər də önəm daşımır. Müasir dövr mətnlərində isə bu çox vacib amildir. Müəlliflər hüquq institutunun bir hissəsidirlər. Belə ki, müəllifin adı, müəlliflik hüquqları müəyyən məsuliyyətlə yaratdığı mətnə bağlı olur. Beləcə, əslində bir əsərin müəllifi cəmiyyətdə birinin digərini cəzalandırılması, mükafatlandırılmasına, eləcə də nizam-intizamın qorunmasında iyerarxiyaya kömək edir. Müəllif fiquru güc strukturlarının bilik üzərində nəzarətinin bir parçasına çevrilir. Ümumiyyətlə, müəlliflər həm də mənanın qruplaşdırılmasına səbəb olur. Bu həm də ayrı-seçkilik deməkdir. Neçəmiz Sokratın, Shakespeare'in əsərlərini oxumuşuq, amma mənanın dərinliyinə varmadan sırf adlarına görə hər dəqiqə başı sitat olaraq istifadə edirik. Məsələn, 100 ilin kitabları, ən gözəl əsərləri, 100 ilin ən yaxşı müəllifləri də bu kimi misallara aid ola bilər. Çünki oxucular yazı məşhur ada bağlı olduqda onu fərqli formada qruplaşdırır və oxuyurlar. Barthes kimi Foucault da müəllifin məna mənbəyi olduğunu təksib edirdi. Deyirdi ki, əslində kitabın yazıcısı ona heç bir məna vermir. Lakin Foucault Barthes'dan fərqli olaraq oxucunu romantikləşdirmir. Ona görə oxucular mətni elə müəyyən qanun, hüquq institutunun normaları çərçivəsində oxuyurlar. Bəs siz necə fikirləşirsiniz? Sizcə müəllif əsəri yazdıqdan sonra ölməlidir, yoxsa yaşamalıdır əsərlər birlikdə? Sizdə müəllifin əsərin yazılmasında bir rolu var, yoxsa əsər özü sadəcə sözlər özü məna taparaq bir yerə toplaşır və oxucu ona məna yüklüyor?